Çağırın Fəridi. Fərid gələcək. Bugünkü çəkiliş biraz Spontan oldu. spontan oldu. Fərid növbəti bölümdə qonağımızsan inşallah izni ilə. Spontan olmağını da göstərdi uşaqlar. Emin Spontan olmağının səbəbi də Onu qız qaldırın. qaldır bir dənə. əsabı Budur gənclər. Spontan olma. Ayağım gipsdədir. Normalda gəlməyəsiydim. Bir anda gəlməli oldum. mən də bilirdim əsabı göstərəcəksiniz. Həqiqətən göstərdin. Mən başım. Axırıncı ayaq gəldi ağlıma. Hiç danışmıyoruz. Mən ayaq demişkən bir dənə çox maraqlı bir sualım var sizə. Mənim eləmə. Ya da futboldan başqa şeylər. Futboldan, futbol. Mənim yoxdur məndə elə şey, hə. Klas. Mən bu futbol kontentləri düzəldəndə şəkillər, videolar götürmək üçün klubların rəsmi səhifələrinə girirəm də. Böyük klublarda və yaxud da Avropa klublarında görürsən, məsələn, indi mən tutaq ki, atıram da bizim klubların rəqibinin analizlər üçün şəkillər axtaranda. Məsələn, belə bir oyun getdim, şəkillərə baxdım, xoşuma gəlmir. Bir dənə düşsəm, görürəm ki, qadın futbolundan şəkillər paylaşma. Sonra düşürsən bir dənə kişi, bir dənə. Yəni, bu onlarda aktiv şəkildə qadın futbolu var. Da. Qadın futbolunu izləmək deyilən bir şey var dünyada. Yox lan, sana indiyə kimi. Onu canlı yayımlayırlar. Ümumiyyətlə, onun üçün kimsə gedir stadiona baxmağa. Prosta maraqlıdır, mən görməmişəm indiyənə qədər heç o. Məşhur modeli var, qız modeldir həm də. Sarışın. Jack Grealish'də komment yazmışlar. Jack Grealish. Ki, bəs sən deyir, bəs sənin də analar günün mübarək. Analar günündə ona komment yazmışıq, sənin də analar günün mübarək. Deyirəm ki, mən hər ana deyiləm. Yazmışım. Olmaz ne? Mən eləyə bilərəm sənə. Tərbiyəsiz. Bunu ne demək Bir istəyir? dənə daha qəribə bir şey deyim. Onu izləyirəm. Bu cavaba keçmədən əvvəl bir dənə qəribə bir şey deyim. Mən FIFA oynayıram, 25. Hə. Hə. Orada Ultimate Team yaratmaq olur, öz komandanı yaratırsan. Və orada komanda yaradanda sənə random oyuncular da verir ki, sən öz komandanı yaradasan. Və oyuncuların arasında qızlar da var. Və qızları oğlanların eyni gücə qoyurlar. Yəni qızın gücü orada 85-86 gəlir, sən niyə eləyir? Yəni məsələn sağda Saka var məndə. Sakanı oynatmıram təsəvvürlə. Çünki orada bir dənə qız var. O bir dənə qaçmağa qaçır. Yəni Sakanın 89-usa, qızı 96-da qaçmağı. Yəni bir qızın 96 qaçmağı ola bilməz abi. Mənim deməkdə məqsədim bilirsən nə idi? Bax, futbol izləyən var deyə maraqlıdır da. Tezdən pişirirlər. Bu çox pis oldu. Çox pis. Bugün çox narazıyıq. 10 dəfə dedim ki, bax, çox narazıyıq. Bütün razı olduğunuz bölümlərdə adını çəkməmişəm, mən razı olan kimi adına. Aha, futbol izləyicisi olanda mənası olan bir oyundur. Ümumiyyətlə, bütün idman növləri və bir idmançı belə izlədiyim bir dənə çox məşhur yox, amma çox belə Biraz məşhur. qulaq asdığım bir türk iş adamı var, Kadir Köyməndi adı. Onun bir dənə videosu var idi, sonra sildi onu. Çox linç elədilər deyə. Video belə idi ki, sporcu nə işə yarar? Yəni, əslində idmançı nəyə yarayır? Lobiya bir burada, bir daha. Bir də mümkündür konseri biraz azaltmaq. Normaldan daha çox qoymuşsunuz. Sırıldıq burada. Öncədən risk qaydar deyil. Ay. Hə, qardaş. Adam deyir ki, videonun başlığı belə idi ki, bir sporcu nəyə yarar, nə işə yarar? Və mən o vaxta qədər heç fikirləşməmişdim bunu da. Amma bir idmançının töhfəsi nədir? Ölkəyə, bir ölkəyə, millətə heç... İqtisadiyyəti biraz inkişafına Mən çox azdır, yəni Müəllim, necə bir bizdə ola bilər. yarışmalar keçiriləndə demirəm. Yarışmalar biletlər keçirilir. satılır, bir şeylər iqtisadiyyat inkişaf edir. Yəni bir Yox, orada da iqtisadiyyata əslində dediyin şeyə gəlir, o da dediyin şeyə gəlirdi. Adam deyir ki, bütün idmançılar əslində şou adamlarıdır. Yəni onların məqsədi o meydana, arenaya insan yığmaqdır və şou göstərməkdir. Əslində entertainerdirlər də, elə bil ki, səni əyləndirməlidirlər, səni başqa qatmalıdırlar. Və o adamların elə bir heç birinin başqa bir missiyası yoxdur. Əsas yeməklər tezdən deyə bilərsiniz. Orada hazırlar. Hamısı eynidir burası. Toyuq, hamısı.
İndi mən sırf ona görə o maraqlı idi ki, qadın futbolu mənə görə, mən inanmıram ki, onun izləyicisi var. Bu niyə görə hələ də davam edir? Nəsə bir gələcək yönümlü plan var da işte yəni ki. Mənə də maraqlı olmuşsan nədir? Futbola baxan qadınlar belə kişi futboluna baxırlar da. Ay sağ ol. Yayımlanır ümumiyyətlə qadın futbolu? Məncə Bəlkə ancaq bizdə yayımlanır. Yox, Yəqin yəni- Avropada yayımlanır. Ya bizdə də bir sənə deyirəm, məsələn, bəlkə bu gün yayımlanır. Bir də Heç nə yox da. bir videoya baxıram. Deyir İspaniya 92-ci il Olimpiyadasına qədər. O hastalıq bu futbol. Hə, baxdın sən də. Mən də baxdım ona. Yəni heç bir uğuru olmayıb da idman sayəsində. Ümumiyyətlə heç bir idman sayəsində. Bunlar bir vizyon yaradıblar ki, 92-ci ildə biabır olmasınlar da, həm də o idman mədəniyyətini yaratsınlar ölkədə. Və onun nəticəsində 92-ci ilə qədər deyir, ümumi olimpiyadalarda 22 medal olur. 92-ci ildə təkcə 22 medal götürüblər. Gözəl. Maraqlıdır. Və o videoda deyilənə qədər mən fikir vermirdim. Amma doğrudan İspanlılar idmanda dominasiya ediblər. Basketbolda, futbolda elədilər. Bu basketbolu da ən güclülər. F1-də də sonra İspaniyadan gəlir. F1-də də bir normal çox pik nəticə deyil, amma var. Bir də tenisdə, ha, bir də tenisdə. Gəzər, onunla açmışkən, yəqin ki, bu qadın futbol söhbətini cavabını tanımayacaq. Ona görə başqa bir Bəli. Sizə də elə gəlir ki, futbolçu ölkəsində oynayanda belə bir ki, sən klubda oynamaq bir maraqlı bir işdir zaten. Belə bir ölkədə oynamaq əsgərliyə gəlmiş kimi hiss edirlər. Belə bir şey gəlir. Vətəni qorumaq kimi. Hələ elə bir vətən uğrunda prosta müharibəyə çağırırlar. Adam istirahət etməlidir əslində. Bu sən 9 ay işləyib 2-3 ay vaxtı var. Hayır, bir dəqiqə deyən. Bir il at kimi işləyirsən ki, 30 gün müavinət götürə bilərsən. Və işləyirsən 9-dan 6-ya. Futbolçu gedir, saat 1-ə qədər məşq edir, sonra dağılışırlar evlərinə. Bilirsən də bunu yəqin ki. Bilmirəm. Ya futbolçularda bəzən zubor olur. Ellər zuborda 2 həftə qalırlar, heç yerə çıxa bilmirlər zaten. Sən kampda zaten yaşayırlar. Emin, Müəllim Amma qazanılan sənə bir şey qazanılan pulun qarşılığında 32-33 yaşından sonra bu adamlar deyirlər Çin liqasında zaten oynarlar. Türkiyə liqasında çoxlədirlər ya. Oscar'a bax, bir bana ne kariyera, ne çıt, ne yapır. Hə, zor. Özü də arvad sözünə qulaq asıb getdi, bilirsən də. Bax, gedib milyonlarla Allah yapıyor ki. verirlər. Ayağımız atıb qırasın, yəsən, bizi zibilə salarsan. Çin də deyib ki, al gəl milyonlar verirəm, nə sən? burada qır. Hə, görə bir sözlər oynayıb. Hələ Burak Yılmaz'ın videosunu bilsən, Burak'dan təklif gəlir. Deyib ki, Hansısa yox. İngiltərə liqasında. İngiltərə liqasında hansısa takımdan. Boşum, deyib ki, Çin liqasını neyinirəm, deyib, bunlarla da gəliblər bir ayda mənə üçün bura. Çox güclü komandadan təklif gəldi. Hə, pul var. Öyüt oyunlar. Hələ hansısa bir İngiltərə takımında. Boşum, gedib Çinlilərlə görüşüb ki, hörmət təxminəşib, desin ki, yoxda alınmır. Boşum, Çinliyə görüşüblər Çinliklə. Deyiblər ki, yoxda, deyib ki, yoxda mən də filan yerlə anlaşıram. Çinli deyib ki, yox, mən səni aparmalıyam ölkəmə də. Nə qədər istəyirsən. Deyib, Və atıb beynində. deyib 2, deyib ki 5. Burak 2 atıb, bu da deyib ki 5. Deyib mən də sıxdım 50. Şimdi getdim bir o birilərlə görüşdüm ki, Ayıb olmaz. Hə, ayıb. 2 deyəndə 5 deyib o. Elə bir rəqəm dedim ki, deyib. Yox desinlər də, yəni başa düşürəm. Məsələn, burada indi alacağının bir 2-3 qatını zat. Bunlar onun 2-3 qatını deyibdi. Zor söhbət. Mən də 5 mart deyəndə bir videoya endirim istəyirlər məndən. Necəsən, pisəm. Vəziyyət o deyil. Yenilik yoxdur. Elə özüm Bakı doldura bilmirəm. İnşallah bu video çıxmaz yalan. Hüseyin знаешь как? Razi müəllim deyib, indi olacaq yaxın. Lobiyan seçməklə neçə vaxtın ən düzgün qərarı? Görürsən? Sağ ol, çox sağ ol. O da qəşəng. Kola.
Çox. O bu. Bu neydi? Hardan gəldi bu? Normaldir. Normal soyuq deyil. Bu yəqin ki biz zakaz verəndən orada gözləyir. Abi bu hardan gəldi? Bəs Ronaldo'nun əsl adını, daha doğrusu əsl soyadını, Ronaldo olmağına nə deyirsiniz? Görməm, hə? Portuqaliya dilində Rığı kimi tərəfsi olmuş. Və özündən yəni what's your name yəni Ronaldo deyir. Portugiz. Portugiz. Hə, Portugiz, Ronaldo. Cristiano Ronaldo. Sizcə dünya Ronaldo'ya hazırdır? Müəllim. Bu məncə Fərid gəlir cavablandır. Fərid kimi oldu, ev tapşırığı verir. Fərid bana bir düşün. Şahid Portugal dili zatda öyrənsin. Apardığım Gələcək araşdırmalar Braziliyaya. Bizi burada təəccübləndirmək üçün. Fəridin dostları sağ olsun. Videomuzda 250 zaz izlənir. Azı 200 izlənir. Bu uzun mənə bir şey var. Fərid Instagramda da paylaş, girin yazın ki, onu eləyibsə də və bu qədər Məncə- adam komment yazıbsa, Fərid get sən YouTuber ol. Məncə şeydə WhatsApp qruplarına at. Hə, o da var. Ən rahatı odur. O da var. Acırıldı mı kolası? Sanırım. Bulgur ilişdi boğazımda. Bulgur nedir? Bugün onlar bizə, yəni öz üstündən, bugün onlar bizə çay verməzlər. Bax. Bulgur nə? Bulgur ne toyuğu yeməyə çağırır. Toyuğun neyi sayılır? Əskəri ilə bulguru yeməkdən əskəri 57 kilo verib 67 kilo vermiş. Bulgur toyuq yeməyə çağırır. Yəni həmişə toyuqla bir yerdə verilir o mənada. Yox, əsas Toyuğa verirlər yoxsa toyuq heç? deyir bunu. Yəqin şişmək üçün də müəllim, belə iri olmaq üçün. Sən də şişmisən əskərlikdə. Broiler. Mənim insan əti. Nə fikirləşsiniz? Yiyilər yoxsa? Mənim xəbərin olmasa yeyirlər. Bilməsən ki, insan ətidir yeyirlər. Nə əpişdə ilə yığ qoşulsun. Öşdə yiyib ki. Yeməmiş olmaz ya. Bu kolan. Ne bu kudurganlık böyle. Kudurganlık. Öyle bir şey. Kardeşim, bize kola vererse. Ağzından da çıktı ya. Tamam mı? Bütün restoran bildi. Ağzından. Kasıb kasa. Kasa. Mənə biraz 3 kola 1 reyhan. Hər zakaz 3 dəfə deyəcəyik. Haluk olayı nədir mənim? Oyda. Bu doğrudur bu söhbət, yoxsa adamı ilişdiriblər. Ya doğrudur. Ham bilirmiş esim danışmamış. Türklərin baş satmır Allah'a. Allah razı. Məncə Türklər özləri bilir ki, olan başsa. Durmadan bir qəhrəman axı. Qoyasan danışsınlar, hə, nəsə bir. Kimisə qaldırırsınlar, kimisə salsınlar. Yəni, pankes zordur, zaz. Biraz keçirir, pankes çınırdır. Belə bizə olmuyor. Heç kim betimizə deyil. Yəni, ölkədə kim nə eləyir eləsin, maksimum 5 dəqiqə söhbət gedəcək ki, hə, zor. Maksimum ayak filmə bir dənə video. Hə, maksimum ayəpilməm. Oğlan sahibinə video O çəkəcək. qız niyə görə? Niyə hər şeyə fikir bildirmə məcburiyyətində istəyir özünə? Qardaş, işi oldu da, kontent yaradır. Influencer. Mən sənə bir şey deyim. Ayəpiləm mənə o qıdı yazırlar ki, çək. Ömrə deyir ki, çəkinmə. Libo oğlan ağzına açan ki, Mən əsəblərimə toxunur o qızın şeyi belə. Mən elə deyim, mən o qızı Antakostla baxdım. Elə danış. Mədəni və normal bir. Burasını qoyarsan qoyarsan baxsın özünə yəni. Hə, baxacaq. Qıraqda necə görsən. Sənə görə YouTube-dan 200 nəfərdən biri odur.
Hə məndən elə, emin bala. Qardaş, bizə bir dənə buz gətirə bilərsən zəhmət olursa. Bir dənə qabda ver. Dünən hər şey fərqli idi. Bir gündən o nə dəyişir ki? Bunlar bu gün mutsuzdular məncə. Mutsuz yoxsa mutsuz? İkisi də mutsuz və mutsuz. Mutsuz sözü türk dilindən umut sözündən gəlir. Ümidsiz yəni. Və bizdə mutsuz sözünün olmamaq mənə o qədər narahat edir. Ən sevdiyim mahnı. Ahlələ. Ahlələ. Hə, olmaması səni çox narahat Qardaş, edir. Azərbaycan dilində xoşbəxt sözünün antonimu yoxdur. Bədbəxt. Deyil. Mən özümü Xoşbəxt olmayım. mutsuz hiss edirəm, mən özümü bədbəxt hiss edirəm deməkdir. Bunu tapana həqiqətən O buraya yaxın deyil. izləyicilərimə səslənirəm. Xoşbəxt sözünün antonimini tapana mən hədiyyə verəcəm. Nikbin və bədbin var da. Bədbin ola bilər. Qardaş, mutsuz, səd, Buza bax. qəmgin, üzvə hamısını fikirləşmişəm. Yəni bu sual ikinci mənim ağlıma deyə. Hər adamla danışır və çox fikirləşmişəm. Heç biri situasiya olmayan, kədərli, qəmgin, heç biri Müəllim, mən dediyim niyə uyğun deyil ki? hansı mənim? Nikbin və bədbin. Mənim xoşbəxtin antonimini axtarıram. Deyirsən nikbin və Bədbin də. Mən bədbin adam, bədbin düşüncəli insandır axı. Bədbin. Pozitiv düşüncəli insana deyirlər. Nikbin. Bədbani. Yenə Antaqloska bölümü. Qardaşlar, dərən buz qoymayı sizə. Nədir də? Emin, mənə də bir dənə buz qoy da. Kolanı buzla içərlər. Qoy, buna da qoy, buna da qoy. Çox qoyun buz. Sən müəllim kompotu buzla içməzlər, amma nəsə ləzzətli. Allah aşkına. Pink kompot. Ben sana onu deyim. Kim nə deyirsin, Coca-Cola ömür boyu satılır. Onu niyə görə ümumiyyətlə reklam edirlər, ondan başa düşmürəm. Yo, sən niyə? Yeni Ben nəsillər bu araşdırır. araşdırmışam, 30 il sonra da satılsın diye. Düzdür. Çünki indinin uşaqlarının qabağına çıxır reklam. Məsələn, mənim son vaxtlarımda nə kola reklam yalanması bir Ha, adım. bizdə ancaq Novruzda çıxır da, yeni ildə Novruzda. Uşaqda baba, kola maşınları gedir, maral, şırğı. Bir də soyuq əldən istəyirəkdə Coca-Cola stendi olur. Düzdür amma. Ha olsun sənə. Kola zahmet Novruzda da yeni dalma da bizə. Orada alınır, Nə var? necə alınır? Hər gün abeddə bir Yo, evdə. evdə. Yo, alıram. Gen bir ikincili kola aldım gəlib. Gedir. Evdə də düyü olur, məclis olur evdə. Bu düyünü sıxmaq üçün bu lazımdır. Salır aşağı. Bir brand atsaydınız nə brendiniz olmağını istərdiniz. Amma belə şey demeyin, nə indiki həyatınıza uyğun demeyin. Nə stüdyo zatı girmirlər. Siz nə? Saat. Elon izləyəcəm. Ha. Sayın. Hə. Orient. Arient. Söylədəsiniz, başa düşməyəcəksiniz. Adı nədir bəs bu saat? Ya, adını bilmirəm. Bu amma- saat. Bu saat. Amma Saat gəlsin, bu saat gəlir. saat belə Aynen. Bu boş bir şeyi bu qoyasan abi. Bu boş bir saat. şeyi pafoslu şəkildə satırsan. Yəni qolunda da bu saatın da yoxdur. Buradakı saat ha 2 milyon yarım olsun, ha Həqiqətən mənə görə də o saata verilən bu dünyanın satmacağı yəni. Yəni mən düşünmürəm ki, mən milyoner olsam, Elə düşünmürsən deyə də. mənim 30 minlik saat taxmıyım da bir zəhmət. Yəni mən 500 manatlı saat okeydir, milyoner olsam. hərəkət. Dözümlüsünü axtardım. O dözümlü də niyə axtardım? Pulum var da bu xarab olsun yenə alacam da yəni. Məncə sən alarsan onu. Mənim İsmail. Bahalı saat 30 min alarsan. 30 minlik alarsan. Bugün də mənə deyir. Ha, o sünlər mən sən varlı olsam zırvaram, değil mi? Sən 85 manatlıq tuman giyinə adamsan sən. Varlı Sən alarsan. Buradan biz çıxardıb kollab eləyək ki, bu informasiya lazım üçün mənbələrə çalsın. Burada bir daha Axşam adama 10 dollardan Mən elə belə content creator deyiləm. Bir dənə sabitdən aldım. Adama nə edirsən? 10 dollar atırsam reklama. 40 dollardan reklama qoydum. Çalışma.
Bütün Bakı bildi ki sən Adidas Osmanlı. Ləzzət eləyir ona bax. Sırıl aydın ya. Ölümlər tutma belə. Uşaqlar, mənim bir dənə mövzu maraqlıdır. Leyla o ITS Spirit'in elə Brandon'un ölçüsündə idi. Sən də var. Mən uzağa Necə gedim. səhv ola bilər? Mikrofondan uzağa gedmir artıq. İşte. Yox, Bütün olmasa Adidas belə eləsə, mən başa düşərəm. Belə eləsə. Ha, bu necə adamdır? Belə eləyir bax. Mikrofona deyir. Leyla. Birinci bölümdə də var. Hə, buyur mənim, nə maraq. Uşaqlar, mənə narahat edən bir dənə mövzu var. Restoranlarda Aha, birinci bölümə qayıt. amatör müğənnilərin canlı ifası. Dəli sən. Abi var ya TikTokda Firuzə. Hocam, tanımıram onu. Mən tanıyıram onu. mən Şəkili qoyarsan. Uji- Ha bura. Uji 3 gündür ki, xüsusilə də bax, indi o məkan məndə bu fikir təzədən oyadıb da. Su idman sarayının yanında uşaqlar. Bir dənə Yeməklər yaxşı idi. Soyuq idi müəllim. Soğuk idi. Ha. soyuq idi. O qədər acı idi da götür bu. Yapan deyir amma. Hamı da elə idi. Ha yabandı nədir ora? Bilmirəm ya. Abi. Yaban yox, yaban yox. Ya açıq teraslı yer Avtomobildən var. gələndə, ay sağ ol, müəllim tanıyır. Sən tanıyarsan. Belə açıq teraslı bir Özdə yerdir. mən indi bir dənə söz deyirəm, o bilərsən, maliklər gedir özdə. Ola bilər, bilmirəm, görməmişəm. Bilməməyəcək. O qədər detallı bilmir. Mən bu videoya baxmıram. Niyə başa düşmürsən? Yəni oturub mən bir dənə əvvəlini kəsəcəm. O otururam, mən rekə basıb otururam. Oradan etibarən yoxdur da, edit zaten heç nə yox. Hə müəllim. Aa, bir iyrənc oxuyurlar. Ay 3 gündür eyni şeydir. Amma yanından keçirəm. Bir dənə qaqaş, yəni Türk malı. elədiyi şeyə sözüm yox deyə. İndi iş görür. Pul qazanır. Allah canını sağ eləsin. Amma mənim sən də maraqlıdır. Məsələn, insanlar necə otururlar orada? Mən yanından keçəndə narahat oluram da. Çünki bax sən bir mahnı oxuyursan da, özü türk mahnısı oxuyurlar həmişə. Ya o mahnını YouTube-dan qoşanda insanlara niyə bəs eləmir bu? Niyə onu kimsə oxumalıdır? Qardaş, bu söhbəti sən açmasaydın bir həftə ərzində mənə səsləyirəm böyle ehtimal ki, buyur mən. Qoy danışsın. İnsanları çox şişirdir. İnsanları çox şişirdirik. Şöyle bu nə olmayaq? Bitti. Nurlan dayanır bir dənə aforizm atır orada. İzah elə. Mikrofonu heç olmasa elə. Belə bura qoyum. Söndürürsən. Söndür yandırarsan. Aşağıdakı. Çox gedirsən. Yox, gözlə. Söndürün. Sizə söndürdüm kefe. Kardeş. Mən yığıram restoranlara. Mən o qədər professionalam ki artıq. Bilirəm bu elədiklərini. Və yığıram restorana. Deyirəm ki, sizdə canlı musiqi var. Deyib, hə, var, müəllim, gələ bilərsiniz. Deyirəm, Onu gəlmir, hə? gəlmirəm. Deyirəm, siz neyinirsiniz? Mən yenə də deyirəm, Çox sağ ol. ailəvi restoranlar zadı da başa düşmürəm. Amma zəhənlə, yaşlı, yəni orta yaş təbəqəsi, 40-50 yaşında insanlar deyək ki, necəsə sevir niyəsə canlı musiqi lazım. Qardaş, green K-popsan sən? Ya da city pop. Burada canlı musiqi deyil bu arada. Bəziləri DJ gətirirlər, bəziləri həqiqətən oxuyan gətirirlər. Mən o da narahatlıyım, qardaş. Bu səs var ha bu dəqiqə bizim eşitdiyimiz. Bu yəni maksimum səsdir mənim istədiyim bir yerdə. Çox sağ ol. Bundan oyunu olsa götdüyə da. Başım ağrıyır. Dərsə mən restoranda oturub bir şeylər yeməyə, o restorandakı yeməyə, içməyə pul vermək deyirlər, atmosferə də pul verirsən. Ay, sağ ol. Biz qayısını niyə sevirik? Yeməkləri olsaydı hər dəfə deyilirik də, bəzən deyilirik. Yəni atmosfer rahatsız Rahatsızlıqdır. oturmuşuq, istədiyimizi edirik, genişdir, başa düşdün? Yəni bu bir-birimizlə söhbət edirik, yəni. Təsəvvür üçümüz yoxsuz, mən oturub gəlib qayısını kimi yemək yemərəm axı. Sən atmosferə pul verirsən deyə, mən sənin orada söhbətə, o atmosferdən faydalanmağa gəlirəm. Mən mahnıya qulaq asmaq istəsəm, taxaram maaşımı qulaq asaram yəni. Ya bilirsən necə? Məsələn, canlı musiqi olan yerə getmək istədiyimiz olubmu? Olub. Məsələn, gedirsən tutaq ki, Yüngülvari içib oynamağa və orada da bir bənd, bir qrup çıxış eləyir. Sən də o qrupu tanıyırsan, bilirsən ki, necə çıxış eləyir və yaxud da tribut eləyirlər, nə bilim, hansısa mahnılara. Kimsə bir bənd şeir deyir. Ay, sağ ol.
Gəlsən orada o məqsədlə gedirsənsə, başa düşürəm də o belə deyim də bar tipli yerlərdə okeydir. Amma Hani orada da yəni hər gün olsa canlı musiqi və sən bilirsən ki, o onunla məşğuldur. hə də amma sən restoransan da. Məsələn, restoranda niyə canlı musiqi olsun ki? Mən restorana gəlmişəm ya dostlarımla, ya ailəmlə, ya nə bilim iş yoldaşlarımla falan da. Yəni mənə burada önəmli olan şey odur ki, sakitçilik olmasın. Çünki hamı bir-birini eşidir elə olanda biraz narahatlıq olur da. Təbii ki. Bu səsi qoydun, arxaya nə qoyursan qoy. Məsələn, biz bura gələndən bir dənə ahləli ilə ahləlası bildim ki, o getdi arxada. Ondan başqa mənim heç qulağım eşitməyib ki, arxada nə gedir. Prosta bir küy var da, elə bir səs. O atmosfer musiqiləri var da hər məkana uyğun olaraq. YouTube-da da playlistləri var, Spotify-da da aç birini qoy getsin. Prosta var belə insanlar ki, canlı musiqi varsa gəlirik. Sənə o cavabı ona görə o adam verib ki, onu kimsə yığır soruşur ki, canlı musiqi var. Məkanın özünə də gedib soruşdum. Canlı musiqi oradadır, amma niyə edirsiniz bunu? 3-4 məkandan soruşmuşam. İstəyirlər. Ona görə gəldim. Aa, istəyirlər. Mənə çox var. Yəni o qaqaşa, sırf o qaqaşın timsalını deyirəm də. Ona qulaq asmaq əzabdır da, yəni zülm idi ona qulaq asmaq. İnsanlar bunu necə özlərinə eləyirlər? Necə oturursan orada? Sənin mikrofonu söndü da. Hə, açın. Altdan Aşağıdakini bassın. Mən sırf buna görə istəyərəm ki, bir müddət restoranda işləyim və o insanları görüm. yanmadı. Yanır. Gəlib soruşsun ki, mən canlı musiqi istəyirəm, onun tipajını görmək istəyirəm və sual vermək istəyirəm. Niyə? Sənin nə problem var oturduğun adamlarla? Sənin ailənlə, git psixoloqa da, canlı musiqi qulaqasmana niyə gəlirsən? Git psixoloqa ailənlə problemlər verir. Yəni, oturmuşsan ailənlə stolda söhbət eləmək istəmirsən. Nadirə qulaqasmaq istəyir. Eurovision Nadir. Eurovision'un qalibi deyil, iştirakçısı. Xarı Bülbül restoranında burada kilavazlar dördüncü günlər zadlar çıxır. Başa düşür, Nadiri mən anlamam ha bu arada. Bu adam pul kazandı, neynəsin? Toya gelir, restorana gelir. Yazdığında sistem bərbat. Prosto bu Mən bir şey deyim, mən Murad Arifdən zəhləndim. Oydu. Nə manşet şeylər. Saplıyır ev. sən məşhur olmayasan. Ged onun bir dənə, qardaş ged onun bir dənə. Ən məşhur bu olacaq. Bir videolarını, ay yox Poposuna. sonuncu TikTokda zaten videolar paylaşır bu arasa gün ərzində getməyi vlog kimi deyək də. Ətim tökülür. Çox şeydir, cırılır ya adam. Cırılar da müəllim. Yəni cırılır. Stardır da. Star deyil. Popstar. Mən star deyim. Mən Mən star bu da. arifin mahnılarını bəyənirəm. Burada Arifin mahnılarında bir şey yoxdur, xarakteri pisdir. Məncə adam popumuz var lan. Kifayət qədər hörmət yığdım. Qardaş, Adam show biznesində və keyfiyyətli eləyir. Namiq Arıqlı daha yaxşıdır. Namiq Arıqlı. Mən demirəm, mən heç birini bəyənmirəm mesela. Hə, senin üçün Elşad Xoseyev. Amma Elşad Xoseyev. dövrümüzdə Murad Arif daha normaldır. Yəni başqa popçu var ortalıqda olan ki, deyək ki, bir televizyonda görənə. Mən Sonra televizyonda gedir o, sevinirəm. biri var Aysel, o da Eurovision'a gedir. Ancaq cover edir. Onun bunu mahnısını götürür. Araş Aysel. Ya. Araş Aysel də bir ara yoxa çıxdı. Ya. Aysel, mənim yatmaya ya. Aysel. Aysel, hə. Ancaq cover edir. Ya, ged öz mahnın olsun oxu da. Mən öz mahnısı olmayan müğənnilərə hörmət edirəm. Bəs siz hansı manifest qızısınız? Ona temanın hepsi kız ya. Nə qəşəng dedi amma. Mən hepsi qızıyam. Zarvaz manifestdən temadır, onu bilmirəm. Kardeş, manifest Türkiyənin son zamanlardakı ən böyük PR çalışması. Yaşanacaqsa, yaşanacaq. Heç eşitməm. Atsanları hileli, Onu bilmirəm. İyi ki, Ajda Pekkan'la tezə buraxmalısınız. Hə, qulaq Ne kadar tetuk var. Kardeşler, manifestin ən böyük PR kampaniyası bildiyiniz hansı oldu? 18 plus parti verdilər. Və 18 plus partidə 18 plus hərəkətləri elədilər səhnədə. Və ora bizə necə gəlmişlər onlar? Bizi bugün basıb aparacaqlar. Apardılar. Bütün Türkiyə tanıdı onlar. Apardılar, bastılar. O Alo, şey kimi, ölü dəniz. Bən elədilər. Tema budur. Bən elədilər. Bir illiyimi, neçə aylığımı? Ölkədən çıxışa ban qoydular. Ölkədən çıxışa və konsert verməyə ban qoydular. Ölçülə. Mən həmin ərəfədə Türkiyədəydim. Mən qaldığım hospitalin üzbözündə də bunların rəqs
çalışmalar elədikləri yer idi. Şuşa maşanı... Çünki baxırdım. Yox, baxa bilmədim. Şuşa maşanı bir dənə qaqaş gəldi, yağış yağırdı elə. Mən bir yerdə girdi içəri də. Qaqaş tutdan da söhbət elədi öyrəmdə, Azərbaycan Marqovda da öyrənməyən giz-giz. Azərbaycan marqovda da. Sonuçta neysə, harada işləyirsən, haralsan. Mayaqov, razı. Bəsdiqən haradadır qaqaş? Marqovda. Sən neysən? Evet ki, ama Enes'in dansçısıyam. Bir de Enes'in dansçısıyam, Enes'in manifesti diye burada dans ediyor. Bu böyle zor. Enes kimdir? Sən nə işlə başlayırsan? Enes yapıyorsam, Edis. Edis. Markalar. Manifest de, ben manifesti ondan elə 3-4 gün qabaq eşitmişdim ki, banlayıblar. Bir de o qaqaşdan eşitdim manifest. Yani mahnısına da zəmin bir ay yoxdur, heç qulaq asmışam birinci mahnısına manifestini. Manifestin mahnıları gedir bu arası. Kardeş, yaxşı deyil, manifest ki vurublar. Məncə lazım. Deyir o Koreyada BTS adı var. Onlar başqa həyatlarına da müdaxilə edirlər. Bəli, sənsən. Dalatlar. Orada başqa leveldir. Yəni onlar səhv eləyə bilməzlər. Həm qeyri-adi qayda qanunlar. Bəli, Koreyada bilirsiniz necə yetişir bir pop artisti? Yox. 5-6 yaşında olanda qərar verirlər ki, bu uşaq pop artisti olmaz, serios yox. O uşaq məktəbə cəmaat 9-da gedirsə, bu 6-da 7-də gedir. Və məşq edir, dans məşqləri edir, mədəniyyət dərsləri alır və s. və s. və böyüyür pop artisti. BTS-in hamısı elədir. Yəni bu adamlar uşaq olandan böyüyəndə bir projedir bildiyim BTS. Və məsələn, deyirəm, fanatlar olan ailə məişət problemlərinə müdaxilə edirlər. Ağıllara. Əslində sənin yəni dirəşəndə Türkiyədə də elə bir şey var. Yəni mənim fanatların müdaxiləsi yox. Biz hepsi fanatları müdaxilə eləmirik. Yox, siz eləmirik. Ya amma PR komanda Tolga vaxtı, soyadını bilmədiyim Zeynep Bastırın köhnə eksi. Tolga Işıq, nə? Tolga Işıq deyil deyəsən. Zeynep Bastırın eksi yoxdur. Tanımıram müəllim. Mənim adam HyperX gəlmişdi bir ara, Azərbaycana da gəldi. Influencerlar üçün bir şey açdı, batdı getdi. Adam Zeynep Bastı, Emircan İleç və manifesti çıxaran adam. Ona da projedir, deməlim. O adam prodüserdir yəni. Onun menecerləri və prodüserdir. Yəni o hər şey O qızlar ayrı-ayrı. Embraces, Nabi qardaşlar. Zordur. Kardeş dediklərinə görə elə Ayrı-ayrı. Enis'in dansçıları olub. Dansçı oldular qızlar yəni. Sonra bir dənə yarışmaya çıxıblar. Five nəsə bir şey var, The Five's'də. Orada biraz bəyəndilər, sonra Görürlər ki, oxuya bilirlər. Valla indi oxumağa ehtiyac yoxdur ki. Qəşəng show lazım. Direkt. Show. Ya baxıram, istəyirəm, çox qəşəng bir PR çalışması gedir yəni. Hərəsinə bir xarakter uydururlar. Ayırt. Hangi manifest qızısın söhbəti oradan gəlir. Hərəsinə bir hangi manifest qızı? bilmirəm. Hərəsinə bir xarakter uyğunlaşdırdılar bu. Bilmirəm nə, dizin denə. Rahat ol. Bir dənəsini bilirəm ki, o şeydir, bad girl, belə sən hamıdan belə daha boğuzu bir qız tipidir və kliplərində də sən bunu görürsən. Məsələn, təsbih kimsə fırladacaqsa ona verirlər. Heç o qruqun boğuzusu olmur, görüşünü, yəni elə. Maraqlıdır, belə maraqlıdır yəni, mənə maraqlı gəlir. İstəyərdim elə bir projenin yaratmaq, iş içində olmaq. Tolga ilə bir yerdə işləyib, ona sən adam dijital var ya, o bir dənə qızlarla bir yerdə patronla videolar çəkdilər. Harun Bey səsindən zət tanıyır. Adamlar sosial medianın möhtəşəm bazarlar. Onların daxilində deməli nələr var? UGC departamenti var. UGC nədir? Yox. Bax. Xabibin çıxdığı yer. UGC sosial medya marketingin 6'da 1'i zattır. Ama düşdün yani bizdə SMM-ə hörmət olunmur da bilirsən. Orada SMM totallı 16'da UGC departamenti var. UGC User Generated Content. Sən Elə bir şey eləməlisən ki, insanlar ondan kontent yaratsın. Bəli. Qəşəng söhbətdir. Odisseya. Möhtəşəm bir taktikadır. Bunun ama departamentinin olmağı adama ləzzət. Ümumiyyətlə, son dövrlərdə qlobalda da filan məşhur artistlər təzə treklər zətlər çıxardanda bir yerinə editlik bir şey qoyurlar. Məsələn, bilir ki, o hissədən edit düzəldəcəklər də. Yes. Və TikTokda partladacaq. Bilmədən də olur. Amma mən belə şeylərin
bilmədən edildiyinə inana İndi bilmirəm. sən mənə var. Hadisənin mansısı sonlarında Araliyev mansı. Bir dənə uşaq 10 yaşlarında. Çıxdı o mahnı qışqıra oxudu. Böyle bütün TikTok, Instagram o qaqaşın səsi ilə hadisənin mahnısıdır. Mahnı tanıdı. Mən inanmıram hadisə olur. Vallahi o eləməz axı mümkün deyil. Niyə mənim? Sən prosta belə deyək də, ağlığa bir dənə çox ağla gəlməz bir şey gətirirsən. Məsələn, sən dediyin şey onun kimi bir şeydir. Çıxıb çöldə qışqırır. Məsələn, bir dənə mahnı çıxır, sonra 3 dənə video paylaşılır ki, balkonda kimsə oxuyur onu. Bütün günü balkonda onu oxuyur. Yəni o ilkin əsərini deyirdi, o qırmızı adamı Ay, sağ ol. birinci penzəyə geyindirib, prosta metroda diz Ay, içəri sağ ol. gəzdirir. Mənim bir şey eləmək lazımdır. Yəni düzdür biz özümüzə bir pok eləyəmirik, amma yəni Təmiz Azərbaycanda məsələn yenə son bir ara rap qalxdı. İndi rap Azərbaycanda elə bir vəziyyətdədir ki, mən çox pis vəziyyətdə görürəm. Mən özümdə heç nə yoxdur ya. Maraqlı heç nə olmur. Fikir verirsən, hə? Ümumiyyətlə sektor. Bir an o kəllə-kəlləyə vaxtı biraz qızışdı. Mən pul olmalıdır. Və Azərbaycanda yenə gəlirəm futbola. Futbol olsun, nə bilim, baba insanların baxdığı rap də elə şeydir də, konsertə getməlisən, oyuna getməlisən. Orada yaxşı pul olmalıdır ki, necə deyim, o birdən-birə bir qalxma baş versin də. Məsələn, indi o bizim klublar zətdə, nə bilim, Qarabağ Çempionlar Liqası oyanmayan kluba əməli pul gəlib də. Qarşısında nə bilim Sabah var, Neftçi, Nonsda həmişə pulu var. Yəni bir rəqabət yaranır, bir şey yaranır. Çünki ortada pul var, ortada ciddi pullardan söhbət gedir də. Rapdə prosta pul yoxdur. Bu adamlar, məsələn, o adam durur, direkt adicə sən özün. Yəni biz işə gəlirik ki, pul qazanmaq da. Yəni, bu adamlar da nəsə eləməlidirlər ki, pul qazansınlar. O da sırf yaradıcılıqdır. Məsələn, tutaq ki, mənim gedib 3-4 üstə video production həlləməliyim, texniki bir şeydir. Amma o oturub yazmalıdır, söz yazmalıdır, nə bilim, o mahnını buraxmalıdır, klip çəkdirməlidir. Adamın beyni rahat deyilsə, onu eləyə bilməz. Pul yoxdur yəni. Kimisə çox yaxşı bir yatırım eləsə, məncə, rap sektoruna, məncə çox qəşəng işlər görülə bilər. Amma edilmir, heç kim maraqlı deyil. Mən bunlara da yatırım olsa, bunlara məsələn, yuxulam durar, gecələr yatar. Mənim gecələr yataram, düz deyim. Yatırım lazım. Yatırım lazımdır. Bir 15.000 əksiyimiz var. Nurlanı yatırmaq lazımdır. Qardaş, şotu verərsən də. Söndür bəs. Bir dəqiqə indi. Bir dəqiqə. Sən mikrofonu mənə, müjən var. Burax. Nə istəyirsən? Özün taxmamışsan, özün çıxar.